Nədir axı avtizm uşaqların əsas çətinlikləri? Avtizm spektr pozuntusu diaqnozu olan uşaqların əlbəttə ki, duysal sistemin doğru işləməməsi, eyni zamanda mərkəzi sinir sisteminin fərqli işləməsindən dolayı bir çox çətinliklər yaşayırlar. Hansılardır bu çətinliklər? Ünsiyyətdə azlıq və yaxud da ki, istəksizlik, takıntılı davranışlar, oyunda, söhbətdə təkrarlara, məqsədyönlü davranışlardan çox eyni təkrarlara yol vermələri, öyrənməyə həvəsin olmaması və yaxud da ki, az olması, duyğusal olaraq öz dünyalarına çəkilmək istəkləri, öz dünyalarında qalmaq istəkləri. Bəs biz nə etməliyik? Əlbəttə ki, uşaqların bu çətinliklərini asanlaşdırmaqdan ötürü ilk növbədə bizim dünyanın əyləncəli, həzz dolu bir yer olduğunu, güvənli bir yer olduğunu hiss etdirməliyik uşaqlara. Əgər beyin həzz alarsa, keyf hiss edərsə və özünün güvənlik ehtiyacını qarşılayarsa, yalnız o zaman öyrənmə mərhələsindən keçmək mümkün olacaqdır. Bir düşünün, uşağın bir kiçik bir plasmas parçasına göstərdiyi maraq, ondan aldığı həzzi bizim ünsiyyətimiz qarşılaya bilmirsə, əvəz edə bilmirsə, məncə bunu bir düşünək.